həmişə darıxacaq da, güləcək də, sevinəcək də, ağlayacaq da. Amma biz onunla həmişə fəxr edəcəyik. O bizim qəlbimizdə deyil, hamının qəlbində olacaq. Bizim də qəlbimizdə olacaq. Elə bizim də qəlbimizdə. Hamımızın qəlbindədir balam. Sənin o gülən gözlərinə mən qurban olum. Hər yer aparmışdı ata sizi. Bəli. Hara getmişdiniz? Qusara. Şaxdağa getmişdik. Şaxdağa ən çox mənlə gedirdi. Bir dəfə yaralan, böyük çox yaralan. İkimiz də dağdan üzü aşağı düşəndə çox böyük yaralanmışdıq. İkimiz də üzü aşağı düşürdük. Oradan həkimlər gəlmişdi. Bir dənə həkim gəlmişdi. Məni aparırdılar. Atam da oradan gəlirdi özü. Sürüşəndə olmuşdu bu orada? Belə fırlanırdıq ikimiz də. İkiniz də bir yerdə O fırlandı. məni nəsədən tutdu, bilmədim. Ondan sonra məni çıxardı yuxarı. Sonra da həkim nəsə hardansa bildilər, gəldilər bizim yanımıza, bizi Bax, kömək ata sizə nələr öyrədirdi, nələr deyirdi? Məni daha çox istəyirdi ki, belə dağla alpinistliyi öyrənim, yaxşı peşəkar xizəkçi olum. Onu istəyirdi, diş həkimi olmağımı istəyirdi. Bəs səni, quzum? Mən onu çox istəyirəm. Onunla biz hər yerə gəzmişdik. Hələ bir gəzmədiyimiz bir yer qalmamışdı. O qədər yeri gəzmişdik ki, həmişə qış vaxtı olduqda Şaxdağa getməliydik. Onunla çox xatirəmiz olmuşdu. Çox xatirə. Ən çox nəyi xatırlayırsan Şaxdağdan? Ən çox Badımgilin o düşməsi mən onu görməmişdim, amma o qədər danışmışdılar ki, xatirə olaraq qaldı məndə. Belə gülə-gülə danışırdılar ki, yıxıldı deyirdilər. Biz atamla deyirdik ki, aramızda sır qalsın, anamgil bilsin. Anamla bacım bilsə bizə əsəbləşərlər, bizə deyərlər ki, siz nə üçün getdiniz ki? Yəni Atanızdan bunu gizlətmişdiniz öz aranızı. birinci atam dedi ki, heç kimə demə, mən saxlaya bilmədim dedim. Sən dedin. Bəli. Bəs atan hissənmədi ki, niyə Xeyr, dedin? dedi heç nə olmaz. Hətta ona aid bir də video da var. Necə? Videomuz da var idi. Atam kanatdan aşağı düşəndə nə qədər dedim demə, videoda deyirdi. Biz nə etdik orada. Ata deyirdi hamısını. Hə, mən dedim ata eləmə də belə. Canım.